Sual vermək Access Bars'ın ən möhtəşəm texnikalarından biridir. Sual vermək həyatı ən pratik və sürətlə dəyişdirə biləcək bir texnikadır. Bu texnikanı etdikcə sadəcə sual verərək belə bütün reallığının necə dəyişəcəyinə şahid ola bilərsən. Bir mövzu ilə əlaqədar yaradana sual verdiyimizdə, o mövzunun həll olunmasına dair kainatda açılımlar, genişləmələr olur. Bəs bu üsul necə tətbiq edilir? Həll edə bilmədiyimiz bir problem olduğunda və ya həyata qatmaq istədiyimiz bir şeylər olduğunda, bu problemi necə həll edə bilərəm və ya bu vəziyyəti necə gerçəkləşdirə bilərəm deyə sual ver və burax. Əmin ola bilərsiniz ki, verdiyimiz bütün sualların cavabları biz o cavaba hazır olduğumuzda bizə gələcəkdir. Bəs bu necə olacaq deyə soruşsanız, bəzi kiçik şərtlər var. Birinci şərt, sualı verdikdən sonra necə olacaq, hansı şəkildə olacaq, bu mümkündürmü, mümkün deyilmi kimi yargılara girmirik. Qətiyyən yargılamırıq, şübhə etmirik, şək gətirmirik. Adətən sual verdikdən sonra şuur bizi belə bir tələyə salır. Tutaq ki, mən bir maşın istəyirəm və yaradana sual verirəm, yeni bir maşına necə sahib ola bilərəm? Və qıraqdan şuur başlayır danışmağa. Bu mümkün deyil, bu ola bilməz, hardan olacaq, aldığın maaş bəlli, gördüyün iş bəlli və başlayır orada şuur danışmağa. Baxın, biz burada bu cür sözlərdən istifadə etdiyimizdə verdiyimiz o sualın gerçəkləşməsini rədd etmiş oluruq. Əslində baxsaq, bu sözlərlə biz lap dərinlərdə demək istəyirik ki, mənim yaradanımın buna gücü çatmaz, bunu edə bilməz. Yəni bir növ biz təslimiyyətdə deyilik, yaradana güvənmirik. Bunu şuurlu şəkildə əlbəttə ki etmirik, şuuraltımızdır bunu edən və nahaqdan deməyiblər, çəkil aradan, axsın yaradan. İkinci şərti isə sual verdikdən sonra cavab axtarmamaqdır. Necə olacağını biz bilmərik, o bizim işimiz deyil. Necələr kainatın yaradıcısının işidir. Bayaqçı sualımın üzərindən bunu da izah edəcəm. Tutaq mən sual verdim, yeni bir maşına necə sahib ola bilərəm? Və zehnim deyir, aylıq maaşımdan bu qədər kənara atsam, filan qədər vaxt yığsam və yaxud da üstünə bankdan filan qədər kredit götürsəm, düzəltsəm, ala bilərəm. Unutmayın, nəyə inanırıqsa, o da bizim gerçəkliyimiz olur. Halbuki o maşın bəlkə sənə hədiyyə olaraq gələcəkdir. Bəlkə onu bir lotereyada udacaqdın. Bəlkə iş vəziyyətin, pul vəziyyətin, gəlir mənbəyin o qədər kanallar açılacaqdır ki, sənin vəziyyətin, maddi imkanın düzələcəkdir, tam bir fərqli bir boyuta gələcəkdir və sən onu özün rahatlıqla ala biləcəkdin. Əslində sən burada o maşının sənə gəlişi üçün bir yol olduğunu şuur altına göstərdin. Halbuki o maşının sənə gəlməsi üçün yüzlərlə, minlərlə yol var.